Bu gün işlətdiyimiz sözlər əslində yarandığı vaxt hansı mənanı ifadə edir? Məsələn, təhsil sözünü biz bu gün istifadə edirik. Amma indi istifadə etdiyimiz mənası o vaxtki mənası ilə üst-üstə düşür. Lingvistikada buna etimoloji konseptuallaşdırma deyilir. Yəni müxtəlif dillər eyni ideyanı fərqli metaforalar və köklər üzərindən qurur. Bu dillərin arxasındakı dünya görüşünü göstərir. Məsələn, təhsil sözünə baxaq. Azərbaycan dilində bu ərəb mənşəlidir. Təhsil ərəb dilində hasil etmək, əldə etmək, bilik əldə edilən bir şey kimi düşünülür. Amma roman dillərində vəziyyət fərqlidir. İtalyanca educazione, İspanca education, Latınca educare feilindən, yəni kənara çıxartmaq, yəni üzə çıxartmaq mənasından gəlir. Burada metafora tamam başqadır. Bilik insanın içindədir və təhsil onu ortaya çıxardır. Romanlar da məsələn bu cür yanaşır məsələyə. Ya da mədəniyyət sözünün də maraqlı etimologiyası var. Azərbaycan dilindəki mədəniyyət ərəb dilindəki ma'adinə, yəni şəhər sözündən gəlir. Mədəni olmaq, şəhərli olmaq deməkdir. Mədəni olmaq şəhər həyatına bağlılıqla əlaqələndirilir. Roman dillərində isə bu anlayış Latınca colere, torpağı becərmək feilindən gəlir. Və bu sözdən də kultura sözü yaranıb. Burada metafora fərqlidir. Mədəniyyət sanki becərilən və inkişaf etdirilən bir şeydir. Ya da azadlıq sözünə baxaq. Azadlıq anlayışında da fərqli köklər var. Azərbaycan dilində azad qədim İran mənşəli olub nəcib, sərbəst insan mənası ilə bağlıdır. Roman dillərində isə İtalyanca libertà ya da İspanca libertad, libertat, Latınca liber sözündən gəlir və azad insan, kölə olmayan şəxs mənasını verir. Beləliklə etimologiya göstərir ki, dillər təkcə sözləri yox, həm də dünyanı fərqli metaforalarla izah edir və bu da mədəniyyətlərdən asılı olaraq dəyişir.